Z icması daxilində müharibənin uğursuzluğu və Rusiyada nəzarətin daha da sərtləşməsi fonunda məyusluq artır. Artıq əvvəllər eşidilməmiş bir hal olaraq diktator Vladimir Putinə qarşı açıq şikayətlər səsləndirilir. Populyar Z kanallarından biri olan Silahlar Oxumağa Başlayanda adlı kanalın paylaşımı bu baxımdan diqqət çəkib. Kanal Ukraynaya qarşı 2014-cü ildən döyüşən Rusiya silahlı qüvvələrinin bir əskərinin qəzəbli məktubunu yayımlayıb. Mirnohrad istiqamətində heç bir real irəliləyiş yoxdur. Cəbhə sadəcə dayanıb, necə ki Mirnohrad götürüldü. İtkilər çox böyükdür. Telegramın bağlanması barədə nə düşünürsünüz? Burada hamı baş verənlərdən tamamilə şokdadır. Mən Prigojini xatırlayıram və o 200% haqlı idi. Qoca ağlını itirib və artıq vəziyyətə nəzarət etmir, deyə məktubda bildirilir. Məktubda Wagner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Prigojinin ölümündən qısa müddət əvvəl Putin barədə kamera qarşısında səsləndirdiyi qalmaqallı fikirlər də xatırladılır. Əskərlərimizi öldürürlər, bu xoşbəxt qoca isə özünü xoşbəxt sayır. Bəs ölkənin, uşaqlarımızın, nəvələrimizin, Rusiyanın gələcəyi necə olacaq? Əgər birdən məlum olsa ki, bu qoca tam uğursuz və pis bir insandırsa, biz ölkəni necə qoruya bilərik? Deyə Prigojin 2023-cü ilin mayında demişdi. 3 ay sonra o, həlak oldu. Digər məşhur Z bloqeri Aleksey Rodriguez də Putinə qarşı sərt çıxış edib və faktiki olaraq onu xəyanətdə ittiham edib. Şərhlərdə ağlaşmadan bezmişəm, niyə könüllülər texnika alıb cəbhəyə göndərməlidir, Müdafiə Nazirliyi haradadır və s. Doğrudan da bezmişəm. Nəyə görə sızıldayırsınız? Sizin 80%-iniz hər seçkidə sədaqətlə səs verib, başınızla yox, başqa cür. Putin üçün, vahid Rusiya üçün, sabitlik üçün. İndi nəticəsini qəbul edin və şikayət etməyin. Sizi öz seçdiyiniz təşkilatlanmış qrup idarə edir. Xalq əleyhinə hökumət hər sahədə xalq əleyhinədir. Müharibə bunu sadəcə daha aydın göstərir, deyə o yazıb. Sonradan sərhədi keçdiyini anlayaraq paylaşımı silib, lakin ekran görüntüləri qalmaqdadır. Bu cür paylaşımlar Z icması daxilində narazılığın artdığını göstərir. Müharibədə qələbə əldə olunmaması, cəbhədə böyük itkilər, Rusiyada iqtisadi böhran və internetə qoyulan məhdudiyyətlər Putinə dəstəyin azalmasına səbəb olub. Bu arada Kremlə yaxın sosioloqlar da Rusiyalılar arasında xüsusi hərbi əməliyyat adlandırılan müharibənin gedişindən narazılığın artdığını qeydə almağa başlayıblar. Ukraynaya qarşı geniş miqyaslı müharibənin 4-cü il dönümünə doğru Rusiyada yorğunluq açıq şəkildə hiss olunur. Bu məlumatlar hökumət yönlü Rusiyan Field Sosioloji Mərkəzi tərəfindən yayımlanıb. Mərkəz 2026-cı ilin fevral ayının əvvəlində təxminən 1600 Rusiya vətəndaşı arasında telefon sorğusu keçirib və müharibə ilə bağlı narazılığın aydın şəkildə artdığını müəyyən edib. Bu narazılıq senzura və təbliğata baxmayaraq yüksəlir. Sorğunun nəticələrinə görə xüsusi hərbi əməliyyatı uğursuz hesab edənlərin payı 32%-ə çatıb. Bu, 2022-ci ilin sonundan Ukrayna qüvvələrinin Xarkov vilayətini və Xerson vilayətinin bir hissəsini azad etdiyi dövrdən bəri ən yüksək göstəricidir. Hazırda 57% müharibəni uğurlu hesab edir. Müharibənin tezliklə başa çatacağına dair gözləntilər də artıb. İlin sonuna qədər münaqişənin bitəcəyini düşünənlərin payı 2025-ci ilin iyun ayındakı 24%-dən 39%-ə yüksəlib. Buna baxmayaraq, optimizm səviyyəsi hələ də 2025-ci ilin fevral göstəricilərindən aşağıdır. Diqqət çəkən məqamlardan biri də Ukrayna ilə danışıqlara dəstəyin rekord səviyyəyə çatmasıdır. Respondentlərin 53%-i diplomatik həlli dəstəkləyir ki, bu da müşahidə dövründə ən yüksək göstəricidir. Eyni zamanda müharibənin davam etdirilməsini dəstəkləyənlərin payı demək olar ki, dəyişməz qalaraq 38%-dir. Maraqlıdır ki, respondentlərin 83%-i Vladimir Putinin irəli sürə biləcəyi mümkün sülh razılaşmasını dəstəkləməyə hazır olduqlarını bildirir. Bu da müşahidələrin başlanmasından bəri ən yüksək göstəricidir. Atəşkəsə dəstək isə 56% səviyyəsində sabit qalır. Kremlə yaxın media orqanları da Rusiyalıların uzun sürən müharibədən yorulduğunu qeyd edir. Bu amil xüsusi hərbi əməliyyat real nəticələrinə qarşı şübhələri artırır və cəmiyyətdə münaqişəni dayandırmaq, sülh yolu ilə həll axtarmaq istəyini gücləndirir.
Rusiyanın Ukraynada apardığı müharibədə yüksək itkilər verməsi və ordudakı ağır vəziyyət səbəbindən Rusiya cəmiyyətində narazılıq getdikcə artır. Bəzi insanlar Kremlin hərəkətlərini xəyanət və satqınlıq kimi qiymətləndirirlər. Bu tənqidlər xüsusilə 2022-ci ilin fevralında başlayan Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı hücumunu dəstəkləyən müharibə blokgerləri tərəfindən daha çox səsləndirilir. Məşhur Rus bloger Yevgen Golman ordudakı vəziyyətə görə Rusiya rəhbərliyini tənqid edərək bildirib ki, bəlkə də əsl düşmən Rusiyanın öz içindədir. O qeyd edib ki, orduda nə təchizat var, nə də səriştəli hərbi rəhbərlər. Sosial şəbəkələrdə yayımladığı video müraciətdə Golman belə deyib: "Komandanlıq yoxdur, təchizat yoxdur və hamı susur, güya hər şey qaydasındadır." Halbuki hər yerdə problemlər var və bu problemlər həll olunmalıdır. O, heç vaxt orduda xidmət etməmiş, müharibədən heç nə başa düşməyən və nəticədə əsgərlərə ödəniş etmədən qaçıb gedən səriştəsiz bir komandir haqqında da danışıb. Bloger bildirib ki, problemlər yalnız özünü sübut etmiş insanlardan hərbi rəhbərlərin təyin edilməsi ilə həll oluna bilər. Uşaqlar dizlərinə qədər palçıq içində döyüşürlər. Və dayanmaq lazımdır, deməyə dilim gəlmir. Hətta düşmənin harada olduğu da aydın deyil. Ölkənin daxilində nə baş verir? Kim tərəfdardır, kim əleyhinədir? Rəhbərlik üçün qərar verməyin vaxtıdır, deyə bloger bildirib. Golman daha əvvəl də Rus hərbi rəhbərliyini əsgərlərlə pis rəftar etməkdə və onları ət hücumları adlandırılan ağır itkilərlə nəticələnən hücumlara göndərməkdə ittiham etmişdi. Bir sıra Rus hərbi blogerləri də hərbi rəhbərliyi tənqid edir. Onlardan bəziləri müdafiə qurumundakı rəsmiləri korrupsiya, səriştəsizlik və ya satqınlıqda ittiham edir. Çünki onların fikrincə məhz bu səbəbdən döyüş meydanında böyük itkilər və uğursuz əməliyyatlar baş verir. 2022-ci ildə Ukraynanın Xarkov vilayətində həyata keçirdiyi əks hücum və daha sonra Xerson ətrafında baş verən itkilərdən sonra bu şərhçilər bildirmişdilər ki, zəif planlaşdırma və pis rəhbərlik çoxlu sayda Rus əskərinin lazımsız ölümünə səbəb olub. Narazılığın digər səbəbi yaralı əsgərlərə münasibət və döyüşdə həlak olanların ailələrinə verilən kompensasiyalardır. Bəzi ailələr bildiriblər ki, ödənişləri və ya yaxınlarının ölümünün rəsmi şəkildə tanınmasını almaq üçün ciddi bürokratik maneələrlə üzləşirlər. Belə hallar tənqidçilər arasında hökumətin öz əskərlərinin fədakarlığını lazımınca qiymətləndirmədiyi barədə düşüncəni daha da gücləndirib. Onlayn müzakirələrdə və şəxsi söhbətlərdə bəzi ruslar dövlətin döyüşə göndərdiyi insanlara faktiki olaraq xəyanət etdiyini düşündüklərini bildirirlər.